Hər vaxtınız xeyir, Obyektiv efirdədir, xoş gördük. Bugünkü mövzumuz iş axtaran, karyerasında yeni mərhələ açmaq istəyən, hətta öz biznesini qurmaq arzusunda olan şəxslər üçün aktualdır. Dövlət Məşğulluq Agentliyinin sosial tərəfdaşlarla birgə həyata keçirdiyi proqramlarla peşə bacarıqlarını artırmaq, real iş imkanlarına yaxınlaşmaq, doğru istiqaməti tapmaq artıq daha əlçatan olub. Bəzən bir təlim, bir məsləhət yaxud kiçik bir dəstək həyatda böyük dönüş yaradır. Buraxılışımızda həmin imkanların hansı mexanizmlərlə formalaşdığını, kimlər üçün nəzərdə tutulduğunu və praktikada faydasının nədən ibarət olduğunu birlikdə araşdıracağıq. Bugün həmçinin Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən daha 2 vətəndaş yönümlü proqram barədə söhbətimiz olacaq ki, bunlardan biri kvota üzrə iş yerlərinin idarə edilməsidir. Bu funksionallıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq alt sistemində işə salınıb. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər barədə məlumatlar əmasa inteqrasiya edilib. Təfərrüatlarla sujetdən tanış ola bilərsiniz. Əmək və Məşğulluq alt sistemi platforması əmasa kvota üzrə iş yerlərinin idarə olunması üçün yeni funksiyalar əlavə edilib. Belə ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər barədə məlumatlar əmasa inteqrasiya edilib. Bu sıraya əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər, bir və ya daha çox uşağını tək başına böyüdən, 5 və daha çox uşağı olan, habelə əlilliyi olan uşaqları tərbiyə edən valideynlər və başqaları daxildir. Eyni zamanda elektron sistem kvota iş yerləri üzrə müraciət edən şəxslər barədə daha operativ məlumatların alınmasını təmin eləyir və vətəndaşların sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər kateqoriyasına uyğunluğunu avtomatik təsdiqləməyə imkan verir. Yəni ki, işə götürən artıq əmas vasitəsilə öz şəxsi kabinetindən görəcək ki, onun işçilərinin nə qədəri, hansı şəxslər, hansı sosial cəhətdən həssas qrupdan olan şəxslərdir. İşə götürənlər artıq real vaxt rejimində əmas vasitəsilə öz şəxsi kabinetlərindən kvota ilə bağlı bütün məlumatları izləyə biləcəklər. Bu, onlara iş yerləri üzrə prosesi daha operativ idarə etməyə, müəssisələr üçün ayrılmış kvota iş yerlərinin sayını, icra vəziyyətini əmas vasitəsilə görməyə imkan yaradacaq. Eyni zamanda sistem vətəndaşların sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər kateqoriyasına uyğunluğunu avtomatik təsdiqləməyə imkan verir. Həftənin əsas sosial məqamlarını qaçırmayaq. Dost TV sizə sosial hadisələri sürətli və aydın xülasə ilə təqdim edir. İzləyək, gündəmi birlikdə dəyərləndirək. Mehri, hər vaxtınız xeyir. Salam, hər vaxtınız xeyir olsun xanım. Sizi və izləyicilərinizi Dost TV-nin studiyasından salamlayıram. İndi isə həftənin əsas sosial xəbərlərini sizə təqdim edəcəm. Bakıda Türk Dövlətləri Təşkilatının Əmək, Məşğulluq və Sosial Müdafiə Nazirlərinin birinci iclası keçirilib. Təşkilata üzv və müşahidəçi ölkələrin əmək, məşğulluq, sosial müdafiə qurumları, Türk Dövlətləri Təşkilatının rəhbər şəxsləri çıxış edərək bu görüşün əlaqələrin inkişafında əhəmiyyətini və gələcək əməkdaşlığa dair fikirlərini diqqətə çatdırıblar. Sosial Xidmətlər Agentliyinin əlilliyi olan şəxslərin peşə əmək reabilitasiyası mərkəzində hazırda əlilliyi olan 100-ə yaxın gənc müxtəlif peşələr üzrə hazırlıq kurslarında bilik və bacarıqlara yiyələnir. Əlilliyi olan 41 gənc isə mərkəzdə sosial reabilitasiya xidmətlərinə, müxtəlif təlimlərə, OCİA və digər idman növləri üzrə məşqlərə cəlb edilib. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında əlilliyi olan 235 şəxs xidmətlərdən yararlanır. Mərkəzin əlilliyi olan 2 gənc üzvü Prezident mükafatına layiq görülüb. Mərkəzdə yaradıcılıq təlimlərini uğurla başa vuran əlilliyi olan ondan çox gənc, ali, orta ixtisas və peşə təhsil müəssisələrinə qəbul olunub. Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Məşğulluq Agentliyi tərəfindən 14 rayon və şəhərdə əmək münasibətlərində gender bərabərliyi, bərabər hüquqlar, bərabər imkanlar mövzusunda maarifləndirmə tədbirləri keçirilib. 9 zədəyi işə götürənin iştirakı ilə keçirilən tədbirlərdə əmək qanunvericiliyində son illərdə aparılan islahatlar, həmçinin qadınların məşğulluq imkanlarının artırılması üçün qanunvericilikdə edilmiş mütərəqqi dəyişikliklər diqqətə çatdırılıb.
artırılıb. Dost mərkəzlərində xidmət göstərilən vətəndaşların sayı 4 milyona çatıb. Bakının Xəzər rayon sakini Firuz Novruzova 2 saylı Bakı Dost mərkəzində müraciətinə uyğun xidmət göstərilib və o 4 milyonuncu vətəndaş olması münasibəti ilə təbrik edilib. Firuz Novruzov Dost mərkəzində müraciətinin operativ cavablandırılmasından, eləcə də göstərilən dost xidmətlərindən məmnun olduğunu deyib. Belə bizim bugünlük çatdıracaqlarımız bu qədər. Gözünüz Real TV-də olsun. Obyektivi izləməyə davam edin. Sosial tərəfdaşlıq nəticəsində müxtəlif özəl şirkətlər, QHT-lər və təhsil müəssisələri ilə əməkdaşlıq genişlənir. Bu da iş axtaranların daha çox vakansiya və real iş yerləri ilə tanış olmasına şərait yaradır. Bu istiqamətdə daha hansı yeniliklərin olduğunu Dövlət Məşğulluq Agentliyinin Sosial tərəfdaşlarla iş departamentinin müdiri Salih Həsənovdan eşidəcəyik. Salih müəllim, xoş gəlmisiniz. Xoş gördük, təşəkkür edirəm dəvətiniz üçün. İlk sualım ondan ibarət olacaq ki, işə götürənlərlə qurduğunuz əməkdaşlıq hansı mexanizm əsasında həyata keçirilir? İşə götürənlərlə əməkdaşlıq ümumiyyətlə daha sıx formada Dövlət Məşğulluq Agentliyi tərəfindən qurulur və bizim üçün bu prioritetdir. Çünki Dövlət Məşğulluq Agentliyi məşğulluq siyasətini həyata keçirərkən yerli bazarın araşdırılması, yeni trendlərin yoxlanılması və onlar üzrə siyasətin qurulması, kadr bazasının hazırlanması kimi mövzuları daha çox işə götürənlərlə sıx əməkdaşlığın üzərindən formalaşdırır və onların tələblərinə uyğun formalaşdırmış olur. Bunu həyata keçirərkən təbii ki, bir çox mexanizmlərdən istifadə olunur ki, bunlardan bir neçəsini sadalamaq olar ki, vakansiya bankını ən birinci sadalamasaq olmaz. Bu bizim üçün elektron vakansiya bankı olaraq həm işə götürənlərin öz istədiyi şəxsləri cəlb etməkdə daha rahat platforma olaraq ortaya gəlir və həm də eyni zamanda iş axtaranlar da bu platforma vasitəsilə kifayət qədər aktiv şəkildə və vakansiyaları tam olaraq görməklə aydın şəkildə vakansiya tələblərinə hali olmaqla bu məsələləri həyata keçirməkdə daha rahat olur. Bu baxımdan elektron vakansiya bankını qeyd etmək. Digər məsələ əmək yarmarkalarını göstərə bilərik ki, bununla bağlı da kifayət qədər çox işə götürənlər bu sahədə maraqlıdırlar və onu vurğulaya bilərəm ki, bu il ərzində 210-dan artıq hazırda əmək yarmarkası təşkil edilib ki, bu da daha çox işə götürən və iş axtaranların birgə platformada, yəni canlı platformada bir-birlərinə görüşməsini təmin edir. Bundan başqa bir çox bizim təşviq mexanizmlərimiz var ki, bunun da birgə maliyyələşmə, əmək haqqının birgə maliyyələşməsini göstərmək olar ki, bu da həm işə götürənə yeni iş yerlərinin açılması sayəsində onlara yeni sosial həssas qrupa aid olan şəxsləri işə cəlb etməklə əmək haqqlarının bir il ərzində yarısını Dövlət Məşğulluq Agentliyi tərəfindən ödənişini imkanı verir. Eyni zamanda bu da sosial həssas qrupa və iş tapmaqda çətinlik çəkən şəxslərə yeni işə qəbul olmaq üçün kifayət qədər yaxşı imkanlar yaradır. Bundan başqa bizim məqsədli proqramlarımız, kvotadan əlavə proqramlarımız var ki, bunlar da işə götürən və işsiz şəxslər arasındakı kommunikasiyanı və daha uyğun formada işə cəlb olunmasını və daha az xərclərlə və təşviq mexanizmləri ilə işə cəlb olunmasını özündə ehtiva eləyir. Bəli, yeni proqramlarınız barəsində buraxılışımız ərzində danışacağıq, amma öncə soruşmaq istərdim ki, işə götürənlərin agentlikdən gözləntiləri nələrdir? İşə götürənlərin agentlikdən gözləntiləri təbii ki, daha çox kadr mexanizmi, kadr potensialının gücləndirilməsi və onların bu kadrla bağlı olan məsələlərinin daha sürətli həll olunması, işə cəlb olunmada bir növ işlərini daha da rahatlaşdırması ki, bayaq sadaladığım kimi burada vakansiya bankını göstərmək olar, əmək yarmarkalarını göstərmək olar, bizim karyera məsləhətçilərinin və sosial tərəfdaşlarımızın davamlı olaraq işə götürənlərlə əlaqələrini və bu məsələdə qarşılıqlı kommunikasiyanı göstərmək olar. Bununla bağlı təbii ki, bir çox kommunikasiya daha sıx formada həyata keçirilir. Bundan başqa həm də onlar bizdə dövlət dəstək mexanizmlərinə, təşviq mexanizmlərinə yararlanmağı daha çox üst olaraq sayırlar. Bundan ötürü Dövlət Məşğulluq Agentliyi hansı mexanizmləri tətbiq edir, yəni gözləntilərin qarşılığında tətbiq olunan mexanizmləri göstərsə, onlar arasında təbii ki, bizim müəyyən elektron və rəqəmsal platformaların daha da genişlənməsi və təkmilləşməsi üzərində davamlı çalışırıq ki, daha sıx kommunikasiya və faktorların daha çox rəqəmsal platformalar üzərindən getməsini və daha müasir şəkildə, innovativ şəkildə onlara cəlb etməyi planlayırıq.
Dövlət Məşğulluq Agentliyinin mütəxəssisləri ümumiyyətlə verilişimizin qonağı olarkən mütləq şəkildə böyük qayıdış proqramı mövzusuna toxunuruq. İstərdim sizinlə də bu barədə kiçik də olsa bir söhbət aparaq. Böyük qayıdış proqramı çərçivəsində işə götürənlərlə əməkdaşlıq necə həyata keçirilir və ümumiyyətlə onlar bu proqramın icrasında, iştirakda maraqlıdırlarmı? Böyük qayıdışla bağlı yeni işə götürənlərin ora cəlbi zamanı həmin işə götürənlərlə sıx əlaqələr, onlara yeni işçilərin göndərilməsi, onlara yeni işçilərin tapılmasında dəstək, kadr hazırlığı üzrə, peşə hazırlığı məsələlərində onlara belə deyim, əməkdaşların cəlbinə imkan yaradılması və onların maliyyə xərclərinin aşağı salınmasından tutmuş məqsədli proqramlar və digərlərində tətbiqini sıx əlaqə və kommunikasiya ilə həyata keçirməyə çalışırıq. İki yeni proqram belə deyə hazırlanıb Dövlət Məşğulluq Agentliyi tərəfindən. Bunlardan biri kvotadan əlavə iş yerləri ilə bağlıdır. Digər proqram isə məqsədli proqramlar üzrə adlanır. İstərdim bu proqramların mahiyyətinə toxunaq. Hazırlanmasında məqsəd nə idi, nəyə xidmət edəcək? Təxmini bir ay öncə bu proqramlar artıq istifadəyə verildi bizim sosial tərəfdaşlar üzrə. İşə götürənlər həm məqsədli proqramlar üzrə, həm kvotadan əlavə iş yerlərinin yaradılması üzrə bu təşviq mexanizmlərindən yararlana bilərlər. Məqsədli proqramların mahiyyəti ümumilikdə yeni iş yerlərinin yaradılması üçün işə götürən çəkdiyi xərclərin 75%-ə qədərini Dövlət Məşğulluq Agentliyi tərəfindən qarşılanması, minimum isə 25%-in özü tərəfindən qarşılanması yolu ilə yeni iş yerlərinin açılması və ora sosial həssas qrupa aid olan şəxslərin cəlb olunmasından ibarət olan bir proqramdır. Nəyi nəzərdə tutursunuz işə götürənin çəkdiyi xərcləri? Burada bizim üçün hazırda 5 istiqamət müəyyən eləmişik. Bu daha çox kənd təsərrüfatı, meşə təsərrüfatı, emal sənayesi, topdan və pərakəndə ticarət avtomobillərinin və motosikletlərinin təmiridir, yaşayışın təşkili və istirahət, əyləncə və incəsənət sahəsində olan iqtisadi fəaliyyət növünə daxil olan şirkətlərin yeni iş yerləri yaratdığı zaman onların çəkdiyi xərclər nəzərdə tutduqda bu daha çox ola bilər ki, hər hansısa bir istehsalat alətləri, istehsalat mexanizmləri ola bilər və ya ola bilər bu və ya digər formada yeni iş yerinin yaranması üçün çəkilən xərclər ümumilikdə nəzərdə tutulur. Hansı ki, orada bizdə təxmini hər bir yeni yaradılan iş yerini 12.000 manatdan 20.000 manata qədər maliyyələşdirmə mexanizmi nəzərdə tutulur ki, bunun qarşılığında sadəcə bizim bu bir növ subsidiya xarakterli demək olar. Amma qarşılığında bizim sadəcə istəyimiz yeni iş yerlərinin yaradılması və sosial həssas qrupa aid olan şəxslərin ora cəlb olunmasıdır. Kvotadan əlavə iş yerlərinin yaradılması proqramına kimlər və hansı şərtlərlə qoşula bilərlər? Həmin kvotanı tamamlamış şirkətlər eyni sayda ümumilikdə işçi cəlb edə bilərlər. O zaman da biz onların əmək haqqısının 20%-dən 100%-ə qədərini qarşılaya bilirik. Bu hansı şirkətlər burada bu proqramdan istifadə edə bilər? Qanunvericiliklə ilə kvota üzrə məhdudlaşmayan bütün şirkətlər. Bura aiddir. Dövlət və bələdiyyə qurumları istisna, dövlət və bələdiyyə qurumlarının zərf paketləri, zərf payı olan şirkətlər istisna, bütün özəl işə götürənlər belə deyim və digər sosial tərəfdaşlarımız bu proqramdan kifayət qədər yaxşı şərtlərinə yararlana bilirlər. Bəs vətəndaş bu proqrama qoşulmaq üçün hara müraciət etməlidir? Vətəndaşlar bu proqrama qoşulmaq üçün bunu daha çox işə götürənlər cəlb eləyəcək təbii ki, onlar üçün daha maraqlı olacaq. Bunun üçün Dövlət Məşğulluq Agentliyinin müvafiq filiallarını və ya DOST agentliyinə yaxınlaşaraq işsiz şəxs kimi qeydiyyatdan keçib və iş axtaranlara müraciət eləməklə özünə uyğun şəxslərin, onların fərdi karyer planının hazırlanması, fərdi məşğulluq proqramının hazırlanmasından sonra artıq ona nisbətdə müraciətlər həyata keçirir. İstərdim məqsədli proqramlar üzrə müsabiqə barədə də məlumat verəsiniz. Bu müsabiqənin mahiyyəti nədən ibarətdir? Məqsədli proqramın müsabiqə elan olunub artıq. Bildiyiniz kimi saytımızda elanlar bölməsində bununla bağlı artıq məlumatlar bölüşülüb və müraciətlər artıq daxil olmaqdadır. Mən deyərdim ki, kifayət qədər çox müraciətlər var. Təbii ki, onlar komissiya tərəfindən araşdırılır, hansı ki, həmin komissiya onların uyğun olub-olmadığını və xüsusən həmin layihələrin sosial əhəmiyyətini, cəlb olunacaq əməkdaşların iş yerlərinin davamlılığını əsas götürərək həmin iş yerləri ilə bağlı son qərarları verirlər və bununla bağlı işə götürənə məlumat verirlər.
Hər iki proqramın əsas hədəfi nədir? Daha çox iş yeri yaratmaq, yoxsa sosial inklüzivliyi artırmaq? Təbii ki, bu hər ikisi var. Belə deyərdik ki, bununla bağlı daha çox iş yeri yaratmaqla inklüzivliyi təmin etmək bir arada olan bir proqramlardır bunlar. Hansı ki, dediyimiz kimi daha çox iş yeri yaranmasında işə götürənlər artıq maraqlı olurlar bu mövzuda. Eyni zamanda paralelində həm də inklüzivliyin təmin olunması artıq bu qaydalarla təmin olunmuş olur şirkətlərdə. Yəni hər ikisi nəzərdə tutulur. Bir mənalı olaraq. Gələcəkdə işə götürənlərlə və sosial tərəfdaşlarla iş çərçivəsində hansı yeniliklər nəzərdə tutulur? Düşünürük ki, önümüzdəki dövrdə məqsədli proqramların daha da genişlənməsi, digər fəaliyyət sahələri ilə bağlı olacaq təbii ki, və ya digər layihələr və proqramlarla da təbii ki, işə götürənləri davamlı olaraq əlaqədə saxlayacağıq. İstəyimiz odur ki, hər zaman işə götürənlər də və müvafiq sosial tərəfdaş mütəxəssislərimizlə, heyətimizlə əlaqədə olsunlar və həmişə onlar kommunikasiyanı daha sıx qursunlar. Bir çox biz il ərzində dəyirmi masalar təşkil edirik, yeniliklərlə bağlı birbaşa hər bir işə götürənlə ayrı-ayrılıqda görüşürük və yəqin ki, sizin də xəbəriniz var ki, bununla bağlı artıq biz bir çox peşə hazırlığı, gələcək peşələr sammiti təşkil elədik. Bundan əvvəl peşələr festivalı həyata keçirdik, hansı ki, bu layihələr, bu festivallar vasitəsilə insanların peşələrə olan marağı, gələcəyin peşələrinə olan maraqlarını daha da həm maarifləndirmiş, həm də bir növ trendə çevirmiş olduq. İşə götürənlərin həyata keçirdiyiniz bu proqramlara marağı necədir? Bu il ərzində keçirilən əmək yarmarkalarında 2000-dən çox şirkət iştirak edib. Əmək haqqının birgə maliyyələşməsində 1500-dən çox artıq bu günə olan rəqəmdə 1500-dən çox şəxsi işə cəlb ediblər sırf bu proqram vasitəsilə. Digər proqramları da sadalamaq olar. Yəni deyərdim ki, burada təkcə işə götürənlər yox, həm də iş axtaranlar və işsiz şəxslər də bu məsələlərdə kifayət qədər maraqlıdırlar və düşünürəm ki, daha çox kommunikasiyanın güclənməsi nəticəsində bu da daha böyük rəqəmlərə və həm də keyfiyyətə xüsusən gəlib çıxmış olacaq. İşsiz və iş axtaranlara və işə götürənlərə ünvanlamaq istədiyiniz hər hansı bir məlumat varmı? Biz birlikdə çalışmalıyıq və onlar da hər iki tərəf, biz Dövlət Məşğulluq Agentliyinə saysaq, hər üç tərəf bu məsələdə maraqlıdırlar. Mən istəyərdim ki, daha çox belə deyim, proqramlardan, daha çox hazırlıqlardan məlumatlı olsunlar və məlumatlı olduğu zaman onlar da öz təklif və rəylərini bildirsinlər. Biz də bunun üzərindən daha da təkmilləşdirək, çünki heç bir halda heç bir tərəf digər tərəf olmadan inkişaf edə bilməz və bizim də çalışmamız odur ki, həm işsiz və iş axtaranların təklifləri, həm işə götürənlərin, yəni sosial tərəfdaşlarımızın təklifləri sayəsində yeni proqramlar yaradaq və ümumiyyətlə mövcud proqramları da təkmilləşdirə bilək. Bəs işə götürənlərin bu proqramlarda aktivliyi ötən illərə nisbətən artıbmı? Bu kifayət qədər artım var və il sonunda bununla bağlı yenidən biz hesabatlılıqlar dərc edirik və bununla bağlı məlumatları bölüşürük hər zaman. Dövrü olaraq da bunları bölüşürük. Əlbəttə ki, əvvəlki dönəmlərə nisbətdə bu rəqəmlər artan tendensiya ilə davam etməkdədir. Təşəkkür edirəm Salih müəllim. Çox xoş oldu və ümid edirəm ki, gələcəkdə sosial tərəfdaşlarla iş layihəniz daha da genişlənəcək və sizin yarmarkalara qoşulan işə götürənlərin də sayı artacaq ki, bu da işsiz və iş axtaranlar üçün yeni bir fürsətlər yaradacaq. Təşəkkür edirəm dəvətiniz üçün, çox sağ olun. İşsiz və iş axtaranlar üçün sonda kiçik bir məlumatı xatırlatmaq istəyirəm. Sosial portalına daxil olaraq məşğulluq, ardınca müraciət bölməsindən yeni müraciət alt bölməsinə keçid edərək ərizənizi təsdiqlədikdə işsiz və iş axtaran kimi məlumatlarınız karyera məsləhətçisi tərəfindən analiz edilir. İşsiz və iş axtaran kimi qeydiyyatınız isə tamamlanır. Prosesin davamı olaraq sizin üçün fərdi məşğulluq planı hazırlanır. Sosial sahədə rəqəmsal xidmətlərdən yararlanın. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Hələlik.